Hə, Vəfa xanım, sizi təbrik edirəm. Yeni yaşınızda sizə uğurlar arzulayıram. Çox sağ olun. Təşəkkür edirəm. Həyatım, mən də səni təbrik edirəm. Baxmayaraq ki, mən sənə iPhone 17 almışam, amma axşam başqa sürprizlər də səni gözləyir. Hə, Vəfa, mən də səni təbrik eləyirəm. Neçə belə gözəl illərə. Görürsən, cəmaatın sevgilisi iPhone 17 alır, sən isə baxanca. Sabit danış görək, sizin işlər necə gedir? Kıstati o sizin o müdür var ya, Telman müəllim, mən yaxın dostumdur. Nəsə lazım olsa, deyə bilərsən mənə. Ya şükür Allaha işlərimiz qaydasındadır, işləyirik də bala-bala. Ehtiyac yoxdur ki, nəsə deyim. Nə ehtiyacı yoxdur? Bütün gün işləyirsən, 800 manat maaş alırsan. Bəs nəsə kömək eləyilədir? Amina, deyirəm ki, biz yeni ildə Laplandiyaya gedəcəyik. Əgər istəsəz bizə qoşula bilərsiniz. Nə gözəl. Sizə xoş istirahətlər, amma biz təəssüf ki, gələnməyəcək, çünki ailə büdcəmiz çatmır Laplandiyaya. Qaqaş, o fəhləni qovun oradan, inşaatda problem yaratmasın, maaşını da vermiyor. Balaşqa, bugün yoldaşımın ad günüdür, sabahıma səndənəm, narahat olma. Öpürəm səni. Bu işlər də olmasa olmur, Levi mütləq olmalıdır. Həyatım, bayaq demişdim, axşamki sürpriz, siz də özgəsi deyilsiniz, açıqlayıram. Buyur, bu da sənə yeni maşın. Xeyirlisi. Çox sağ ol həyatım. Dəyməz. Görsən də cəmaatın sevgilisi maşın alır, hədiyyə maşın. Bəsdir də. Sən fəhlənin haqqına girib pul qazansan, kişilikdən danışırsan. Hələ üstəlik yoldaşının ad günü olurlar, qıraqda da birini saxlayırsan. Hələ sən nəyə təəccüblənirsən ki, sən ya ondan dala qalırsan, bayaqdan başqa oğlanla yarışırsan, utanmırsan, pul olmasa bir dəqiqə yanında qalmarsan o. Hələ sən həsəd apardığın adamlara bax, bir dənə pulları var, mənəviyyatları yoxdur. Sənə dedim ki, gətirmə mənə belə səmiyyətsiz yerə. Müəllim, sizin pomidor yumurta hazırdır. 2 dəqiqə gətirirəm. Ay qaqaş, o boyda çıxış eləmişəm mən burada. Oturub yemək yeyəcəm, 1 saatda demişəm. Lə özümüz yeyə, kasıb olur.